uşaq pulu verilməlidir. Analara təkan verilməlidir. Millətimizin azalmaması üçün analara təkan verilməlidir. Ki, analar övladlarını şad xürrəm böyütsün, körpə balalarımızı. Məktəbdə, bağçada, evdə uşaq nikbin böyüməlidir qızım. Nikbin böyüməlidir uşaq. And olsun Allaha. Çox yaralı yerimdir, çox yaralı yerimdir. Uşaqları sevməsək gələcəyimiz yoxdur bizim. Azərbaycanımızı ayaqda saxlayan bizim gələcəyimiz həmin o körpə balalar dediyimiz. 60 il bundan qabaq mən balacaydım, indi olmuşam nənə. O balaları qorumaq lazımdır. Gözümüz görmüşkən o körpələrin sevincini biz yaşamalıyıq. Nəvələrlə yox, ümumi uşaqlarla, bütün körpələrimizlə. Azərbaycanımızı məhv eləməsinlər. Azərbaycanımızı ayaqda tutmaq üçün sizlər lazımsınız. Uşaqlarımız şən firavan böyüsün. Uşaqlarımız nikbin böyüsün. Uşaqlarımızın haqqı tapdalanmasın. Körpələrimizin haqqı tapdalanmasın. Anaların üzü gülsün. Bir də bu dünyada, bax bu əhatəmizdə müharibələr olmasın. Analar göz yaşı töküb övladlarına nalə çəkməsin. Saçlarımız neçə